Salam, adım Həqiqətdir və mən sizə nağıldakı əsl həqiqətlərdən danışacağım. Nağıl sadəcə bir bağça deyil, bura bizim möcüzəli dünyamızdır. Gəlin sizi nağılın mehriban və peşəkar komandası ilə tanış edim. Əlbəttə ki, nağılın girişində bizi İlham bəy qarşılayır. O hər səhər nağılın keşiyində durur və körpələrimizi güləri siması ilə salamlayır. Biz əyləşmişik ki, uşaqlar tüp işçilərindən qorxurlar. Amma bizim tüp bacımız Aysel xanım güləri siması ilə onların sevgisini qazanır. Bu hər kəsin sevimlisi Nutella. Bu isə bizim sevimli Nutellamız. Yenə həmişəki kimi nağılı haqlı çıxartmağa çalışır. Min bir zəhmət və sevgi ilə dadlı yeməklər hazırlayan Sara xanım və bu dadlı yeməklərə görə ən çox təşəkkür alan, meyvələrə xüsusi dad qatan Gönül xanım. Sən demə, bu dadlı yeməklərin sirri həm də Fəridə xanımın əsrarəngiz səsindəymiş. Malikəmi əslində heyvanları çox sevir. Bircə bizim dovşanlarla yola getdi. Bağçanın ən böyük zəhmətkeşlərindən biri də odur. Ekskursiyalarımızın olmazsa olmazı İqbal əmi və onun məşhur Amerikalı dostu Skolbas. Yeri gəlmişkən, hər ikisinin doğum günü eyni tarixdədir. İndi isə zəhmətkeşlərin mübarizəsi başladı. Vəfa xanım və Malikəmi. Bu ikili arasında davam edən sonsuz mübarizə əlbəttə ki, sonda sülh ilə bitir. Sağ qaşı qalxdısa, bilin ki, ya bir sirr açılır, ya da nəsə baş verir. Nərmin xanım həmişəki kimi nədənsə narazıdır və bu yaxşı haldır. Onun gözü üzərimizdədir. Hər axşam bir də işə gəlməyəcəm deyə işdən çıxan Günay müəllimə öz gülər siması ilə yenə iş başındadır. Fatih'in yatmağına tam əmin olmayınca yeməyini yeyə bilməyən Aynur xanım. Aytəkin müəllimə uşaqlara dərsdən macal verməzkən Ceyhuna xanımın ortamı bu cür şənləndirməsi. Bu da hər zaman şagirdlərinin oyunlarına sevinən bizim Ulyadır. Və bağçadakı işçilərin, uşaqların sevimli şahlı xalayası. Bağçamızın Rapunzeli Lamiyə müəllimi. Onun təkcə saçı deyil, səbri də yerdən göyə qədərdir. Səsi az eşidilən, əməyi səhər kimsə görünən Sevinç xanım ulduzları ilə dəhlizlərimizi işıqlandırır. Görünməz təmizlik ordusunun komandiri Günel xanım təmizlik vasitələrini soruşma. Günel xanım təmizlik vasitələrini soruşma. O deyəcək ki, gizli məlumatdır. Bacılar vaxtını səbirsizliklə gözləyən, dərin ilə dincəlməyə həsrət qalan Arzu xanım. Bu da keçər. Bu da tükənməz səbri ilə hər kəsi səbirdən çıxaran, hamının sevimlisi Firuzə xanımdır. Hər gün özündə ağlamağa bir yer tapar. Amma enerjisi tükənməyən Rəhimə müəllimi yenə nəsə axtarır və bağçanın karifə əməkdaşı Firada xanım da onu axtarır. Bu da bağçada hər kəsin problemlərini səbirlə dinləyən sevimli Gülafət xanımdır. Tədbirdən əvvəl göz yaşları, tədbirdən sonra da qələbə sevinci. Bu da bizim musiqi rəhbərimiz Sultanə müəllimədir. Kollektivlə gezintiyə getmək üçün planlar qurub, sonda tək qalan Fatimə müəllimə və bu da körpələrin bağçadakı sevimli nənəsi Aynur xanım. Bu da gecikməmək üçün maaşının yarısından çoxunu taksilərə xərcləyən Fərdiyə xanımdır. Taksilərə verdiyi pulu hesablayanda bəlkə özünə də maşın ala bilərdi. Hələ ki
İndi sınaq mərhələsində olan komandamızın ən yeni üzvü Aytən müəllimi və onun otaq yoldaşı fasilədə telefonu əlindən yerə qoymayan, amma hər zaman işinə məsuliyyətlə yanaşan Xəyala xanım. Həmişəki kimi icazə almağa çalışan müəlliməmiz Nurlana və bağçadakı bütün hadisələri təəccüblənən Teacher Günay. Bu da çox ciddi görünsə də, pambıq kimi yumşaq qəlbli Nailə xanımdır. Təcrübəli peşəsi ilə rəhbərliyi hər zaman qane edən, amma valideynlər tərəfindən axtarışda olan, uşaqların dili ilə desək, şirin babamız Mübariz. Və mən dolandırılmamaq üçün əlindən gələni əsirgəməyən həqiqət. Bu da gərgin və məsuliyyətli iş rejimimizə baxmayaraq, hər zaman işinin öhdəsindən mükəmməl gələn, həm də iş prosesində əylənməyi bacaran nağıl komandası. Biz böyüklərin içində uşaq kimi bir sevgi var. Və bu nağıl 10 ildir ki, davam edir.